Lənkəranda 26 yaşlı oğlan mülk üstündə yaranan mübahisə zamanı əmisini öldürüb. Hadisə rayonun Vilvan kəndində ötən ilin mayın 29-da baş verib. 2000-ci il təvəllüdlü Elşən Hüseynzadə ailə üzvləri ilə birlikdə yaşadığı Vilvan kəndində yerləşən babasından qalma fərdi yaşayış evində özünün və ailə üzvlərinin çıxarılmalarını tələb etməsi, bununla bağlı uzun müddət ərzində məhkəmə çəkişmələri olması səbəbindən münasibətləri pozulmuş əmisi 1957-ci il təvəllüdlü Vəliağa Səbziyev ilə mayın 29-da saat 20 radələrində kəndin əkin və örüş sahələrinə gedən torpaq yolda görüşüb. Gənc oğlan yaşadıkları evin onlardan alınması iddiasından əl çəkməsi barədə piyada yol gedə-gedə söhbət edərkən yaranmış mübahisə zamanı əmisinin ailə üzvlərinin ünvanına nalayiq ifadelər işlətməsi və onunla əlbəyaxa olduğu üçün qəzəblənib. O, şəxsi münasibətlər zəminində qisas alaraq öldürmək məqsədi ilə əvvəlcədən özü ilə götürdüyü bıçağı əynindəki şalvarının cibindən çıxarıb və onunla üzbəyüz dayanmış Vəliağanın həyat üçün vacib orqanlarının yerləşdiyi nahiyələrinə ardıcıl zərbələr endirib. Ümumilikdə 15 ədəd xəsarət alan Vəliağa ölüb. Elşənin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Elşən ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, çöl sahəsində mərhum əmisi Vəliağa ilə 2025-ci ilin mayın 29-da saat 19:20 radələrində rastlaşıb. Yol gedə-gedə mübahisəli evlə bağlı söhbət etdik. Əmim mənim ünvanıma söyüş söyməyə başladı və əlindəki torbanın içindən bıçağı çıxardaraq məni vurmaq istədi. Mən özümü müdafiə etdim, bıçağı sağ əlim ilə tutdum. Həmin bıçağı Vəliağanın əlindən alaraq onu vurdum. Vəliağaya neçə bıçaq zərbəsi vurmağımı dəqiq xatırlamıram. Amma bıçağın əlimdə 5-6 saniyə qalmasını xatırlayıram. Mən Vəliağanı öldürmək niyyətim olmayıb, lakin aləmin ünvanına söyüş söydüyü üçün Vəliağanı vurmuşam, deyə o ifadəsində göstərib. Təqsirləndirilən şəxs bildirib ki, Vəliağa ilə aralarında mübahisə və onun ünvanına söyüş söyməsinə görə yaranıb. Uzun illərdir ki, əmim aləmi evimizdən çıxarmaq istəyir. Bu problemlərlə bağlı çox saylı məhkəmə iclasları olsa da, yekun məhkəmə qərarı olmayıb. Atam məndən əvvəl əmim ilə söhbət etsə də nəticəsi olmayıb, deyə o ifadəsində göstərib. Elşənin sözlərinə görə, hadisə günü özlərinə məxsus torpaq sahəsində olan 5-6 baş malqaranı gətirmək üçün sahəyə gedərkən yolda əmisi ilə rastlaşıb. Əmim ilə mübahisə edərkən kənardan heç kim bizə müdaxilə etmədi. Üzərimdə heç bir kəsici və deşici alət olmayıb. Mübahisə vaxtı özümdə olmadığım üçün Vəliağanın bədəninin hansı nahiyələrinə neçə bıçaq zərbəsi yetirməyimi xatırlamıram. Vəliağa yerə yıxıldıqdan sonra oradan getdim. Bıçağı hadisədən sonra su kanalına tulladım. Özümdə olmadığımdan təcili tibbi yardıma məlumat verməmişəm. Hadisədən sonra evimizə gedərək paltarlarımı dəyişdim. Sonra qardaşıma zəng edərək məni Bakı şəhərinə aparmasını istədim. Həmin vaxtı evdə yalnız anam olub. Hadisə barədə anama heç nə demədim. Paltarlarımı dəyişdikdən sonra qardaşım ilə Ələt qəsəbəsinə kimi getdim. Orada avtomobildən düşərək qardaşımdan ayrıldım. Həmin yerdən taksi ilə Bakı şəhərində olan hava limanına getdim və məni orada tutdular. Əmimin
ölməsini polis əməkdaşları tərəfindən Lənkəran şəhərinə gətiriləndən sonra bilmişəm deyə təqsirləndirilən şəxs ifadəsində göstərib. Təqsirləndirilən şəxs deyib ki, cinayəti tək törədib, əmisini öldürdüyünə görə qismən peşman olub. Mənim əvvəldən əmimi öldürmək niyyətim olmayıb, əmimi bıçaqla vurmasaydım, əmim məni bıçaqla vuracaqdı. Mən həyatı dərk edəndən əmim ilə atam arasında mübahisə görmüşəm. İstintaq zamanı bıçaqla bağlı qeyd etdiklərimi özümdən uydurmuşam. Mən üzərimdə bıçaq olmayıb deyə o ifadəsində göstərib. Təqsirləndirilən şəxs deyib ki, 44 günlük vətən müharibəsi zamanı kontuziya aldığı üçün özündə olmayıb. Vəli ağanın üzərimə niyə bıçaq çıxartmasını bilməmişəm. Birinci zərbəni Vəli ağa vurub. Mənim əlimi kəsildi. Vəli ağaya arxadan zərbə vurmamışam. Vəli ağanı öldürmək mənə lazım olmayıb. Vəli ağanı bıçaqla vurduqdan sonra yerə yıxıldım. Özüm də isə hadisə yerindən uzaqlaşmışam. Vəli ağanı bıçaqla bağırsaqlarının çölə çıxmasını görməmişəm. Vəli ağa ilə əvvəllər söhbət edərkən Gülağa adlı əmim də yanımızda olub. Həmin vaxt ona heç bir kobud cavab deməmişəm. Əvvəllər Vəli ağa atamın qabağına tüfənglə çıxıb onu vurmaq istəyib. Vəli ağa ilə danışmaqda məqsədim aramızda barışıq olmasını istəməm olub. Hadisə yerinə malqaraya görə getmişdim. Vəli ağa ilə olan problemlər barədə əmim Gülağa ilə danışmışam. Vəli ağa, Gülağa və mən bir yerdə söhbət etmişik. Təklikdə isə Qulu adlı əmim ilə danışmışam. Qardaşım məni Bakı şəhərinə aparanda ona demişəm ki, işləməyə gedirəm. O vəziyyətdə deyildim ki, könüllü olaraq gedərək polisə təslim olum. Hava limanında birinci uçuşun hara olmasından asılı olmayaraq bilet alacaqdım. Birinci uçuş Qazaxıstana olduğu üçün ora bilet aldım. Biletin alınmasına ödədiyim 800 manat məbləğində pulu bankdan götürdüyüm kredit pulundan olub. Pulu həm nağd şəkildə, həm də plastik bank kartı vasitəsilə ödəmişəm deyə təqsirləndirilən şəxs ifadəsinə belə yekun vurub. Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb, məhkəmənin hökmü ilə Elşən 17 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. Hökmdən narazı qalan Elşənin müdafiəçisi apellyasiya şikayəti verib. O, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmünün dəyişdirilməsini, təqsirlənən şəxsin əməlini Cinayət Məcəlləsinin 122.1-ci zərərçəkmiş şəxs tərəfindən edilən zorakılıq, ağır təhqir və ya sair qanunsuz və ya əxlaqsız hərəkətlər nəticəsində, habelə zərərçəkmiş şəxsi mütəmadi qanunsuz və ya əxlaqsız davranışı ilə əlaqədar yaranmış uzun sürən dözülməz psixi şərait nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində qəsdən adam öldürmə maddəsinə tövsif edilməsini, həmin maddənin sanksiyası daxilində ədalətli cəza təyin edilməsi barədə hökm çıxarılmasını xahiş edib. Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə şikayət təmin olunmayıb.